Geride qoyduğumuz həftə Almaniyanın Alqoy əyalətindən mini avtomobilləri yürüşə başladı və bu klassik minilər Azərbaycana qədər gəlib çıxdı. Bu yürüşdə məqsəd isə həmin minilərin Azərbaycanda auksionda satılıb xeyriyyə məqsədi ilə istifadə olunması idi. Mini və BMW klassik avtomobilləri Alqoy şərq yürüşünə qoşuldular. Həmin tarixi avtomobillərin alternativ müsabiqəsinin təşkiçisi BMW Group Klassikdir. Yürüşün iştirakçıları xeyriyyə fəaliyyətinə dəstək verir və öz avtomobillərini humanitar yardım layihələrinə iyanə kimi təhvil verirlər. 28 aprel 2012-ci il tarixdə Bavariyanın cənubi qərbindəki Oberstdorfen turist kəndində başlamış klassik və klassik tərzi avtomobillərin alternativ müsabiqəsinə qatılmaq üçün 5 klassik mini avtomobili 44 məşhur BMW avtomobili ilə birləşib. Onlar 207 digər avtomobillə birgə Azərbaycanın paytaxtı Bakı şəhərindəki uzanmış 5000 km-dən artıq məsafəyə yol alıblar. İdman müsabiqəsi və xeyriyyə məqsədli tədbir Alqoy şərq yürüşü cari ildə 7-ci dəfə keçirilir. Bu yürüşdə Mini Bajan komandası start xəttinə sayları ən az 3 ədəd restavrasiya olunmuş klassik mini ilə çıxıb. Münhen-Bakı klassik mini avtomobili Monte Carlo yürüşünün qalibi olub. Bütün Alqoy şərq yürüşündə iştirak edən avtomobilləri bir ümumi əlamət birləşdirir. Yürüşün son nöqtəsində onların hamısı xeyriyyə məqsədi ilə hərraca çıxarılır və əldə olunmuş pul vəsaiti humanitar yardım layihələrinə yönəldilir. Həmin üsulla keçən il toplanmış 250 min avro Türk Aypara Cəmiyyətinə həvalə edilib. Alqoy şərq yürüşü qarşısında nəinki qeyri-adi məqsədlər qoyur, o həmçinin xüsusi qaydalar əsasında idarə olunur. Yürüşün təşkilatçıları onu az büdcəli tədbir kimi düşünmüşdülər. Yürüşdə iştirak edən hər bir avtomobil istismar tarixi 20 ildən az olmamalıdır. Yürüş iştirakçıları avtomobillərində özləri ilə gətirilmiş çadırlarda yaxud da bir nəfər üçün günlük qiyməti 11,11 avrodan artıq olmayan otellərdə gecələyirlər. Ümumi uzunluğu 5000 km-dən artıq olan yürüş Bavariyanın Alqoy vilayətindəki yola düşmə nöqtəsindən başlayır və Avstriya, Macaristan, Serbiya, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstandan keçərək Azərbaycanda başa çatır. Lakin dəqiq hərəkət etmə marşrutu seçmək hüququ hər bir komandanın öz ixtiyarına verilir. Yürüşdə iştirak edən Mini Bajan komandasını BMW avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Impratex Motors qarşıladı və onların şərəfinə xüsusi fuşya təşkil olundu.